Salam, bu 5-ci dərsimiz obyektin mərkəzini tapmaq və izləmə dərsidir. Bu dərsdə riyazi hesablamalarla robotun gördüyü əşyanın tam mərkəz nöqtəsini tapacağıq. Gördüyünüz kimi, əvvəlki videolarda olduğu kimi hələ ki iki ədəd kitabxanamız var. OpenCV və NumPy. OpenCV bütün görmə əməliyyatları üçün, NumPy isə riyazi hesablama üçün istifadə edirdik. Və digər sətrimiz isə digər videolar kimi eyni qalıb. Burada bizə lazım olan kameranı seçirik. Və burada bir neçə yeni sətr var. Bu sətrlər bizə nə üçün lazımdır? Biz burada kamera açılan vaxtı kompüterdə onun bir eni və hündürlüyü var. Biz manual olaraq buradan istədiyimiz dəyəri verə bilirik. Bütün modellərdə, sonotelek modellərində demək olar ki, eyni bu dəyərlər istifadə olunur. Çünki bu dəyərlər ortalama dəyərdir ki, kompüter modeli bu ölçülərdə istifadə edə bilsin. Əgər daha böyük dəyər qoysa, məsələn 1080p qoysaq bura, kompüterimiz onu açan zaman biraz gücə düşəcək və yaxşı işləməyəcək. Bu hissədə isə bu bizim dəyərlərimizdir, bunu yazdıq. Bu hissədə isə həmən dəyərləri OpenCV vasitəsilə apply etmiş olur. Bunun vasitəsilə isə kamera açılan vaxtı bu dəyərlər də asılacaq. Sonraki kodumuz isə əvvəlki dərslərdə kimi eynidir. While true sonsuz bir dövrü başladır və bunun vasitəsilə robot dayanmadan biz kameradan datanı alırıq və işləyirik. Yenə həmənki kimi bu sətirdə biz hər bir frame-i, yəni görüntünü alırıq və yadda saxlayırıq. Bu hissədə isə əgər kamera açılmayıbsa, dərslərdə dediyimiz kimi bu zaman kod dayanır. Bu hissədəki funksiyamız vasitəsilə keçən dərsdə dediyim kimi RGB görüntünü HSV-yə çeviririk. Bu hissədə isə bizə lazım olan rəng aralığını daxil edirik və bunun vasitəsilə istənilən obyekti tanıya bilirik. Bu hissədəki kod sizə biraz aydın olmaya bilər. İndi bu kod haqqında daha geniş izah verəcəm. Düşünün ki, Düşünün bu bizim açılan bir kameramızdır və bu kamerada biz ancaq mavi rəngdə nə isə tanımaq istəyirik. Deyəlim dairə olsun. Gördüyünüz kimi qırmızı bir hədəfimiz var. Bu mask funksiyası onu edir ki, bu aralıqda olan rəngləri seçir. Necə seçir? Deyəlim ki, bu hissəyə baxın. Bu hissədə bir qırmızı rəngi yoxdur. Biz həmən aralıqda qırmızı rəngi seçmişik. Bu hissədə bir qırmızı rəngi yoxdursa, bu hissəni seçir. Məsələn, deyək ki, bu hissəni belə etməyik. Bu hissəni seçdi. Burada bir qırmızı rəngi yoxdur ki, bu hissəyə qara edir. Qaranı göstərim. Bu hissəni qara elədi. Hissələrdə biraz problem var, bilməyin ora. Normalda yapılmalı. Tam qara olmalıdır. Sonra eyni addımlar bütün ekran üçün eləyir, seçir. Burada qırmızı bir hissə var, yox. Nə edir? Burada qara eləyir. Belə davamlı edir və deyəlim ki, gəldi çatdı bura. Göstərməyəndə. Burada qırmızı bir hissə var, bəli var. Bu zaman bu hissəni seçmir. Sadəcə bu hissənin kənarlarını belə götürür. Digər hissələr qara eləyir və yalnız bu hissələr qara. Burada ağ eləmək məntiqi odur ki, qırmızı hissənin üstünə qara bir örtük qoymur. Yəni mask bir örtük deməkdir. Buralar hər tərəfi örtür qara bir rənglə, amma bu hissələr örtmür. Sadəcə bu hissə qırmızı olaraq qalır. Kodun məntiqi budur. Kodun məntiqi həmən bir məntiqidir. Bu hissədəki kodumuz isə deyəlim bizdə bəzən kameralarımız yetər qədər keyfiyyətli olmur. Bu kod həmən bəzən kamerada qırmızı nöqtələr görsənir, qırmızını detekt eləmiş olur, amma halbuki orada qırmızı bir rəng yoxdur. Həmən hissəyə gəlim. Bu erode, yəni erozya deməkdir. Yəni kənar nöqtələri silir. Nə deməkdir bu? Mən hissəyə qayıdım. Yəni burada gördüyünüz kimi balaca kənarda çıxıntılar var. Bu
Gördüyünüz kimi balaca çıxıntılar var. Bu erot funksiyası balaca çıxıntıları silir və dümdüz bir xətt alınır burada. Erot funksiyası həmin işi görür. Dilatasiya funksiyası isə delete yazılıbdır. Dilatasiya deməkdir. Obyekti sildikdən sonra ümumi formaya salır. Silinir bunlar və ümumi ulduz formasını almış olursun. Bu sadəcə çox sadə bir şeydir. Yəni çox sadə dedikdə məqsədi sadə olan bir şeydir. Sadəcə həmin obyekti tam və yaxşı görünməsi üçündür belə deyək. Yəni onu qoymasaq belə yeni obyektimizi detekt edəcək. Amma daha yaxşı görünməsi üçün bundan istifadə edirik. Yəni bu hissəni istifadə etməyə bilərsiniz. Burada find contours kodumuz var. Contours nədir? Deyəlim ki, obyekt tapıldı burada. Tapıldıqdan sonra obyektin kənarlarında kontur kimi görür. Məsələn, burada qara dedik sərhədlər var da. Bununla bu arasında qara olacaq bura. Bu isə qırmızı qaldı. Burada sərhədlər var. Bu nədir? Belə bir xətt kimi fikirləşin. Bir də problem var. Yaşıl deyil. Yəni ulduz formasında deyək hədəfimiz varsa, yəni ulduz formasında da kontur belə çəkir kənarına, bu hissədə belə. Bu özündə saxlayır. Yəni məsələn burada fərqli fiqurlar da ola bilər. Məsələn deyək belə bir fiqur olsun. Yəni bu qırmızıdırsa, məsələn yaşıldır. Belə çəkir xətt ətrafında. Və bu kontur kimi özündə saxlayır. Yəni bir sahə kimi də bu məsələ sonra hesablayacaq içərisində. Konturları tapır. Yəni find contours-dur. Yəni konturları tap baxdı. Sonra burada isə bir əgər hissəsi var, iş hissəsi var. Əgər hər hansı bir kontur tapılmayıbsa, deməli qırmızı görməmişdir ümumiyyətcə. Əgər bir kontur tapılıbsa, bu kod gəlir bura işləyir. Əgər tapılmayıbsa kod dayanır. Bu tapıldısa əgər, deyəlim burada qırmızı bir hədəfimiz var, amma bizdə burada qırmızı balaca nöqtələr də var. Belə balaca nöqtələr də var. Mənə bu balaca nöqtələr mənim üçün vacibdir. Bu xəstə kimi görsənir, amma bu hədəf lazımdır. Bu nə edir? Ən böyük sahə, yəni ən böyüyün kontrolun ən böyüyünü götürür. Deyəlim ki, bunun kontrolu balacanın kontrolu budur. Belə göstərim. Amma bunun kontrolu budur, yəni. Bunun kontrolu budur, bu daha böyük. Yəni mənə bu hədəf lazımdır. Bunun öncə kontrolunu götürür. Əgər kontrol ən böyük olanı götürdü, ən böyük olanı götürdükdən sonra yoxlayır məsələ. Orada yəni balaca bir yeni hədəf olmuş ola bilər. Kamerada deyək ki, balaca görünən bir hədəf olmuş ola bilər. Mənə bunun balaca görünən hədəf lazım deyil də, mənə böyük görünən hədəf lazımdır. Bunun üçün də sahəsi 500-dən böyük olanı götürür. Yəni bu sahəsini tapır. Sonra da kontrol eləyə, yəni sahəsini tapandan sonra burada hesablayır ki, bu sahəsi neçədir? Məsələn deyək ki, bunun sahəsi 5-dir. Bunun sahəsi 50-dir. Məsələn deyək. İndi əgər bu 50-500-dən aşağıda deyə, bunu bir hədəf kimi görmür. Bu çox balacadır. Yəni mənə xəttə kimi görürsənə də belə deyil. İndi siz bu 500 dəyişib istədiyiniz rəqəmi qoya bilərsiniz. Gördüyünüz işdən asılı olaraq. Əgər deyək ki 5000-dirsə, indi nümunə vaxt deyirəm də, bu 5000-dirsə bu hədəf kimi tanıyır. Tanıdıqdan sonra isə, məsələn mən burada yaşlı rəngli olaraq qeyd eləmişim, gələcəm ora. Bu hədəfin 4 dənə dəyəri var. 4 dəyər nədir? Buradır. 4 dəyər kimi götürür və onun ətrafında bir 4 bucaq çəkmiş olur. Məsələn, bu tanımış kimi görsən. Bu həmin hədəf görəndə ətrafında 4 bucaqlı görəcək. Məsələn, yazdıq qırmızı rəngli hədəf tapıldı. Həmin bu 4 bucaqlı da budur, rectangle funksiyasıdır. Gördüyünüz kimi burada dəyərləri verir və 4 bucaqlı almış olur və 4 bucaqlının da rəngini burada qırmızı olaraq qeyd eləmişik. 0205 0 isə tünd yaşıl deməkdir. Və bu gəl ki qırmızı tapıldısa, bunun ətrafında bunu silim. Tapıldısa bunun ətrafında yaşıl bir 4 bucaqlı çəkəcəkdir. Belə bir 4 bucaqlı. Burada problem var renkdən. Anlamıram mən. Belə göstər. Belə bir şey. Tapıldıqdan sonra belə bir şey çıxacaq ekranımıza.
Bu isə momentdir. Moment fiziki bir ifadədir. Yəni hədəfin momentini tapır, tam orta mərkəzini tapmağa çalışırıq. Bu bizə nəyə lazımdır? Deyəlim ki, nümunə olaraq göstərim. Sizin bir dronunuz var. Siz hansısa hədəfi vurmaq istəyirsiniz. Siz yəni hədəfin kənarından yox, hamı yəni məntiq olaraq mərkəzdən vurmaq istəyir. Və bunun üçün biz hədəfin mərkəzini tapırıq. Bu həmin funksiyadır ki, hədəfin momenti tapılsın. Burada gördüyünüz hissə bunun sahəsini hesabladığımız hissədir. Burada isə həmin hesabladığımız sahənin momentini tapırıq. Bu gördüyünüz kod sıfıra bölmə əməliyyatından qaçınmaq üçündür. Deyəlim bir balaca bir xətamız var. Biz həmən tapmışıq, amma bu sahəsi sıfırda, yəni bir xəta olaraq gəlibdir. Yəni biz orada sıfıra böldüyümüz anda kodumuz dayanacaq. Çünki nə kod, nə də ki, riyazi mühitdə sıfıra bölmə əməliyyatı yoxdur. Gördüyünüz kimi bu hissədə isə biz koordinatlarını tapmış oluruq hədəfin, mərkəzinin koordinatlarını tapmış oluruq. Bunun vasitəsilə biz hədəf nöqtəsinə nöqtə qoyarıq. Gördüyünüz bu hesablama onu bildirir. Bu x tapır, bu da y tapır. Gördüyünüz bu kod isə tapılmış hədəfin mərkəzinə, yəni CSV to circle nöqtə qoyur. Yəni bu ölçülərdə nöqtə qoymuş olur. Gördüyünüz kimi bu da için ağ rəng səpələmişsə. Ağ bir rəngdə bir nöqtə qoyacaq hədəfin mərkəzinə. Gördüyünüz bu kod isə nə edir? Bir nöqtə qoymuşuq, amma mən davamlı olaraq kamerada görmək istəyirəm ki, bu hədəfi hansı koordinatlarda yerləşir. Və bunun üçün də davamlı olaraq gördüyünüz bu CX-i və SY-ı durmadan çap eləyir. Gördüyünüz kimi bu mərkəzdən 20 sola, 20 aşağı olaraq davamlı olaraq orada çap eləyir. Bu isə fontudur, bu əvvəlki danışmışdıq. Bu yazılan rəqəmlərin fontudur. Bu isə ağ rəngdə yenə də çap eləyir orada. Gəldi əsas məsələyə, burada robotun məntiqini yazmış oluruq. Gəlin Paint-də davam eləyək. Bu bizim mərkəzimizdir. Sol tərəfdəki qırmızı isə bizim hədəfimizdir. Və kamerada kamerada robotun tam mərkəzində yerləşdirib, yəni düz ortasında yerləşdirib. Və robot bunu belə görür, düşünün ki, bu hədəf buradadır. Yəni bu robot siz elə bir komanda verməlisiniz ki, robot bunu mərkəzləməlidir ki, yəni bunu vurmaq istəyirsinizsə və yaxud da buna yaxınlaşmaq istəyirsinizsə, bunu mərkəzləsin. Və yaxud da siz bu hədəf deyəlim, siz hədəfdə qaçınırsınız. Bu mərkəzindədirsə, yəni bu belə gəlməlidir, bu tərəfə gəlməlidir ki, robot bunun yanından keçsin, amma toxunmasın. Və yaxud da dediyim kimi vurmaq istəyirsinizsə, yəni kənardakı mərkəzləməlidir. Burada bizim koordinat oxu kimi fikirləşək. Səhv eləmirəmsə bu isə olmalıdır bilməm. 250 2-yə vuranda 500. 500 hardasa 600. Düşünün ki, bu isə 600'dür, 600 millimdir. Bunun yarısı 300'dür. Yaza bilsəm. Bura belə uzun 600. Bu isə belə 600'dür. Bunun mərkəzi 300'dür. İndi bizim burada biraz xətamız var. Xətamız nədir? Biz indi bu mərkəzini bura gətirmək istəyiriksə, burada biz biraz çünki hesablamada həmişə səhvlik olur. Bu mərkəzdə heç vaxt biz üstə gətirə bilmərik.
Nə edirik? Burada 50 xəta qoyuruq. 50 xəta nədir? Məsələn, deyəlim ki, gəlir 50 düşür bura bu tərəfdən. Belə göstər. Gəlir 250 bura. 250 buradan buradır. Burada məsafə var. 50 məsafə var. Buradan bura 50-dir. Bu hissəndə bu hissəyə 50-dir. Demək, orada kodda görmüsünüz, qaytarımı göstərim. Əgər aldığımız nəticə 250-dən kiçiksə sola döndü. Deməli, bura 300-dürsə bu mərkəzi. Biz heç vaxt bunu tam ortada saxlaya bilməyik. Burada biraz məsafə qoymalıyıq. Ona görə burada 250 yazılır. Bura qədər də 250-dir, onu göstər. 250-dir. Baxın, bura qədər 300-dür total. Amma ki, mən burada limit elə qoymalıyam ki, 300 qoysam, bu yəni robot tam ortaya gələndə qabağa gedəcək. Amma orada hesablama xətası olduğuna görə, çox balaca xətalar olduğuna görə heç robot tam hesablamır. Biraz ara qoymaq lazımdır. Məsələn, mən nümunə olaraq 50 qoymuşam. Yəni, bu hissəyə düşsə, robot sola dönməlidir ki, bu gəlsin mərkəzə. Çünki hədəf stabil qalır, yəni robot hərəkət etməlidir. Yəni, fikir düşünün ki, çərçivə hərəkət edir də. Belə deyək. Dərsən görmüşəm eləcək. Bu robotdur. Yəni robot belə gəlməlidir ki, bu gəlsin mərkəzə belə. Bu belə mərkəzə gəldi. Yəni hədəf həmişə stabil qalır. Mən indi hədəfləri hərəkət edirəm göstərmək üçün. Götürük hədəfimizdir. Deməli 250-dən azdırsa deməli bu belə gəlməlidir. Yəni sola dönməlidir ki, ekran ələb sola getməlidir. Qara hissə sola getməlidir ki, bu gəlsin dayansın sonunda burada. Əgər 250-dən keçibsə, bunun daxilindədirsə, bu robot qabağa gedəcək. Və yaxud da deyəlim bu tərəfdədirsə, 250, 350-dən çoxdursa deməli bu sağa dönməlidir ki, bu gəlsin bura. Bu ələvi gəlir mərkəzə. Burada da yəni 250-dən bu tərəfdədirsə, əgər bunun daxilindədirsə, robot qabağa gedəcək. Robotun işləmə məntiqi budur. İndi burada ancaq biz X funksiyası üzrə baxdıq bu hissədə. Çünki niyə? Bizim yəni istifadə etdiyimiz Arduino maşınları və yaxud da hərəkət edən maşınlar bundan ancaq sağa sola gedir ya da qabağa arxaya gedir. Və yaxud da siz indi sualtı kimi digər biraz çətin, biraz qarışıq olan məsələləri işləsəz, onda görəcəksiniz ki, yuxarı aşağı var. Sualtı dronlar və yaxud da normal dronlar həmçinin yuxarı aşağı, yəni istiqamətdə sağa sola, yuxarı aşağı və qabağa aşağı gedir. Onun üçün biz gələcəkdə burada Y funksiyasını istifadə edəcəyik. Biz burada X üçün də stabilləmə edəcəyik. O digər hissədə isə həm də Y üçün də stabilləmə edəcəyik. Bu belə hərəkət olacaq o hissədə. Burada gördüyünüz kodda da həmən bildirilibdir. Əgər 250-dən kiçiksə sola dön. 390 qeyd olunub burada, heç bir fərqi yoxdur. Sağa dön. Əgər bu ikisinin arasındadırsa, yəni nə 250-dən kiçik, nə də 390-dan böyük deyilsə, deməli else onu göstərir. Elif if üçün if ilə demək olar ki, eyni şeydir, amma 2 dəfə if yaza bilmirik, bunun üçün elif istifadə olunub. Yəni eyni gücdədirlər. Amma birinci bu gəlir. Birinci bu gəlir, ikinci bu gəlir və bu ikisi alınmırsa, bu isə else yazırıq bu zaman. Else komandasında isə burada heç biri yəni tam ortadırsa, deməli düz getməlidir. Bu sərdaş kodumuzda isə bu gördüyünüz sözləri, məsələn bu şərtimiz daxilində, yəni sola dönmək funksiyası varsa, sola dönməyi yazır ekrana, fontu var, koordinatları var, bir də rəngi var. Rəng də yəni budur. Hər şey üçün ayrı bir rəng qoyulub, xüsusi bir rəng. Məsələn sola dönmək üçün ayrı, sağa dönmək üçün ayrı və düz getmək üçün ayrı bir rəng qoyulub. Kodu run edib yoxlasanız, orada görəcəksiniz ki, hər bir funksiyada ayrı bir rəng görsənir. Gördüyünüz komandlar isə buradakı eyni komandlardır. Məsələn, bu şərt düz olanda bu komand gəlir bura, bu şərt düz olanda sağa dön komandı gəlir bura. Və həmçinin rəngləri də, məsələn, bu şərt düzdürsə, bu komand, bu rəng gəlir bura və burada işə düşmüş olur. Ekranda görsənir. Bu hissədə isə biz real görüntünü ekranda görürük, hansı ki bu komandlarla, əmrlərlə bir yerdə.
Burada mən bu kommentə salmışam. Əgər siz istəyirsinizsə ikinci bir ekran açıb, burada sizin o seçilmiş əvvəlki dəstək kimi yalnız həmin hədəf görsənən ekranda görə bilərsiniz. Nəticəni görmüş ola bilərsiniz. Amma bu ehtiyac yoxdur çünki bu bizim görməyimiz üçündür. Robotun buna ehtiyacı yoxdur. Bu hissədəki kodumuzda isə əvvəldən danışdığımız kimi Q düyməsinə basaraq kodu və bütün ekranlar bağlanmış olur. Bu hissədə kameralar bağlayırıq, break olur, yəni kameraya bağlanır və bütün pəncərələr bağlanmış olur. Bu video dərsimiz bu qədər. İzlədiyiniz üçün çox sağ olun.